Gürcüstanın Qardamanli rayonunda 7 soydaşımızın öldüyü qəza ilə bağlı bəzi detallar məlum olub. Modernazan əldə etdiyi məlumata görə hadisədə 2 ailədən 4 uşaq həlak olub. Belə ki, qəza nəticəsində Qardamanlinin Birlik kəndinin sakinləri Şamil və Kamil Əliyev qardaşları, eləcə də Xəlil və Sahir Cəllov qardaşları dünyasını dəyişib. Digər sərnişinlərin isə qonşu Sageroxa rayonunun sakinləri olduğu qeyd edilir. Hadisə şahidlərinin sözlərinə görə avtomobil çox yüksək sürətlə hərəkət edib, sürücü idarəetməni itirib və maşın ağaca çırpıldıqdan sonra hissələrə ayrılıb. Bəzi sərnişinlərin zərbənin təsirindən avtomobildən kənara atıldığı bildirilir. Kənd sakinləri qəzanın dəhşətli mənzərə yaratdığını, avtomobil qalıqlarının ətrafa səpələndiyini və maşının bir hissəsinin yandığını deyiblər. Məktəb müəllimlərindən biri həyatını itirən qardaşlar barədə danışarkən bildirib ki, 19 yaşlı Kamil və 17 yaşlı Şamil valideynlərini erkən yaşda itirib, nənə və babaların himayəsində böyüyüblər. Onlar çox tərbiyəli, sakit və zəhmətkar uşaqlar idi. Şamil ofisiant işləyirdi, Kamil isə boksla məşğul olurdu. Kənddə hər kəs onları sevirdi deyə müəllim qeyd edib. Yerli sakinlər həlak olanların demək olar ki, eyni yaşda 18 yaşlı gənclər olduğunu bildiriblər. Qəza evimin yaxınlığında baş verdi. Onlar mənim qonşularım idi. Hamısı yaxşı, tərbiyəli gənclər idi. Yüksək sürətlə hərəkət edirdilər və buna görə belə oldu. Demək olar, hamısı yaşlı idi, 18 yaşlılar. Birlikdə məşq edirdilər. Onlardan biri mənim övladıma boks öyrədirdi. Həlak olanlardan ikisi qardaş idi, yerli sakin deyib. Qeyd edək ki, qəza bugün səhər saatlarında baş verib. Nəticədə 7 nəfər həyatını itirib, bir nəfər isə ağır xəsarət alıb. Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə aparılır. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da 2 və ya daha çox şəxsin ölümünə səbəb olmayla bağlıdır.